Salam hörmətli Neftçi TV izləyiciləri. Bugün Əvəzedicilər Liqasında 32-ci turun sonuncu oyunu keçiriləcək və Sumqayıt 2 ilə Neftçi 2 üz-üzə gəlir. Komandaların heyətləri ilə tanış olaq. Meydan sahiblərində qapını 56 nömrəli Avtandil Arixov qoruyur. 41 Uğur Cahangirov, 47 Hüseyin Xıdırov. Neftçi 2-nin heyəti qapını 96 nömrə Nicat Qaragözlü qoruyur. 71 Cavanşir Şahbazlı, 70 komandanın kapitanı İbrahim Novruzov, 80 Həbib İsmailov, 74 Kamal Kazımov. Fit səslənir və maç başladı Neftçiyə uğurlar. Eyni nəticə Səbail 2 Araz Naxçıvan 2 oyunda da qeyd alındı. İndi Neftçinin hücumunu izləyək. Ötürmə qapı qarşısına uzaqlaşdırdılar topu. Nurlan zərbə endirə bilər. Nurlan Musayev zərbə imkanı axtarır. Ötürmə etdi. Kamal Kazımov yerə yıxılıb. Qərar nədir? Penalti. Oyunun 4-cü dəqiqəsində Kamal Kazımov penalti qazanır. Ardınca Nurlan zərbə indirmədi. Boşluqda olan komanda yoldaşını gördü. Kamala ötürmə etdi. Kazımov irəliləməyə çalışarkən ona qarşı qaydanı pozdular. Kapitan bu mövsüm Neftçi 2-nin ən məhsuldar ikinci futbolçusudur. Fit səslənir, İbrahim topa yaxınlaşır. Novruzovun zərbəsi, qapıçının seyvini izlədik. Avtandil Arixov bu dueldən qalib ayrıldı. Böyük ehtimalla da o top oyuna daxil etdikdən sonra ilk hissə bitəcək. Heç top oyuna daxil etməsinə ehtiyac qalmadı artıq. Əli Əliyev qarşılaşmada birinci hissənin final fitini səsləndirir. Komandalar fasiləyə 0-0 hesabı ilə yollanırlar. Hörmətli izləyicilər, yenidən Kapital Bank Arenanın ehtiyat meydançasına bağlanırıq və Sumqayıt 2, Neftçi 2 görüşündə ikinci hissə başladı. İlk hissədən sonra hesab 0-0'dır. Uğur. Ötürmə təhlükəlidir, orada bomboşdur Əjdər. Və hesab açır Əjdər Hacılı. Oyunun 84-cü dəqiqəsində fit səslənir. Sənan Ağayev topa yaxınlaşır. Sənanın ötürməsi cərimə meydançasına. Başla zərbə! Gol! Kapitan Hüseyin Babayev 87-ci dəqiqədə hesabı bərabərləşdirir. Başla yaxşı oynayan futbolçularımız var dedik. Standart vəziyyətlərdən yararlana bilərik. Hüseyin Babayev, Məhəmməd Məmmədli oradadılar dedik və Babayev ən geridə, ən uzaqda. Ədalət Əkbərovun ötürməsi, Nihad Əliyev, Məhəmməd Məmmədli və final fiti. Final fiti səslənir.